ümumən ayrıdır. Biz də deyirik, Allahdan qeyrisindən istəyən kafirdir. Amma müəyyənə gələndə qaydalar var. Ondan qaydalarsız çıxma olmaz. O qaydalarsız çıxsa, onlar üzləri bəzi hallarda kafir çıxacaq. Aydın müşrik çıxacaqlar. Ən azından onlar pul xərcləyirlər. Deyirlər, tağutdur, o pul xərcləyirlər. Aydındır, sənəd götürüblər, sənəddə də qol çəkiblər. Sənədi götürəndə qol çəkiblər. Hələ başqa şeylər nə qədər var? Neçə saatlarla bu misallar çəkmiyorlar. Əgər hələtsə, onda siz də kafirsiniz. Sizin qaydalarla şeytani. Elhamdülillah, alimlər cahillik üzr görüblər, alimlər ümumən deyiblər, amma müəyyəndə gətiriblər, şərh veriblər. Əgər şeyx, hətta şeyx, məsələn, təkfir eləyibsə, yəni hüccət çatıb ona görə. Amma hüccət çatmamış təkfir yoxdur. Bəyan olunmamış təkfir yoxdur.